Bəli, sevgi bizi yola verdi. Elə sevgilər var ki, daşa dəydi. Elə sevgilər var ki, bəli, sevənlər qovuşdu və onlar öz sevgisini bütün dünyaya ithaf, bəli, elan etdilər ki, sevib sevilmək necədir? Sevib sevilmək gözəldir və sevgi vətənə, sevgi anaya, sevgi ailəyə və efiri izləyən bizim sevimli, sevgili, bəli, mən deyərdim ki, daimi tamaşaçılarımız var. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun, əhvalınız xoş olsun, bəli. Mən Kamran Cabadın təqdimatında, Dünya Televiziyasında bu sabah proqramı efirdədir, Emil. Düşünceler akınına kapılırım. Bir sevdim sensiz necə darıxıram. Bəli, sənsiz necə darıxıram, sizsiz necə darıxıram. Hörmətli izləyicilər, doğrudan da həyat öz axarı ilə pillə-pillə davam edir. Əhəmiyyətli olan həyatda heç kəsə özümüzü sevdirməyə çalışmayaq. Əhəmiyyətli olan həyatda pula, vara, dövlətə, bahalı maşınlara, mülklərə, bahalı o villalara sahib olmaq deyil. Həyatda ən çox şeylərə ehtiyac duymaqdır. Arzum odur ki, həyatda ən çox şeylərə ehtiyac duyasınız. Ətrafınızda sizi sevən insanlar, sizə dəyər verən insanlar olsun. Dəyərini verən insanlar hər zaman onlar sizin qəlbinizə yaxın olan insanlar olacaq. Dəyərini verməyən insanları həmişə əhatənizdən uzaq eləyin. Sizə hörmət eləməyən insanları əhatənizdən uzaq eləyin ki, qoy əhvalınız, qoy hər zaman xoş olsun, əhvalınız müsbət enerjili olsun. Bədbin insanlardan uzaq olun, gününüz uğurlu olsun, sabahınız xeyir olsun. Səhər-səhər bizim Şəfa bibimiz, maşallah, adını çox istəyirəm, Şəfa. Bəli, şəfalı əllərinlə bir qəşəng pürrəngi çay gətirib mənə. Bizim Dünya Televiziyasının döyünən ürəyidir. Elə fürsətdən istifadə edib Şəfa xanımı təbrik edirəm. Niyə? Çünki bizim Şəfa xanımızın bəli, nəvəsi dünyaya gəlib. Allah saxlasın, Allah bütün balaları qorusun. Özdəki nəvəsinin adı Nilaydır. Adını Nilay qoyub, adı ilə böyüsün inşallah. Mən istəyirəm Nilay balamız üçün bir-iki bəndli şeir deyim. Qoy elə Nilay balamız üçün bir məndən də əmisindən bir hədiyyə olsun inşallah. Nilay balamız dünyaya gəldi, göz yaşı yanağında. Gül üzlü, nur üzlü Nilay balamız dünyaya gəldi, təbəssümü dodağında. Gül üzlü, nur üzlü, gələcəyə parlaq Nilay balamız dünyaya gəldi. Dünyaya xala, bibi gətirdi. Nilay balamız dünyaya gəldi, dünyaya dayı, əmi gətirdi. Nilay balamız gələcəyə parlaq, nur üzlü, şirin şəkər balamız dünyaya gəldi. Ər-arvad arasında sınmayan əbədi bir körpü gətirdi dünyaya. Nilay balamız dünyaya gəldi, dünyamıza dünya gətir. Şəfa xanım, təbrik edirəm. İnşallah sağ-salamat, əlinizdə ucunuzda böyüsün, toyunu görəsin inşallah və öz adımızdan, Dünya Televiziyasının kollektivi adından təbrik edirəm. Bahar xanımın adından, Əli bizim dostumuz, operatorun adından, Emil rejissor, Yaqub və Dünya Televiziyasının bütün kollektivi və başda rəhbərliyi olmaqla. Hörmətli izləyicilər, mənim WhatsApp nömrəm 055 866 44 64. 055 866 44 64 nömrəsinə yazın. Nə sözünüz varsa, səhər-səhər hamısını oxuyacam ha. Sevgi etrafı varsa, yazın sevgi etrafında efir vasitəsilə səslənir. Bəlkə o qızın könlünü almış olduq. Bəli, əsas odur, könlünü almış olduq. Klip hazırdır, Emil bəy. Bəli, hörmətli izləyicilər, hazırda Dünya Televiziyasında bu sabah proqramında qəşəng bir maraqlı klip hazırlayır, bir müsbət enerji toplayın, ardınca qonaqlarımızı sevə-sevə təqdim edəcəm. Gözünüz bu sabahda olsun. Bəli, hörmətli izləyicilər, reklamlarımız bitdi, reklam yox, klipimiz bitdi, bəli. Bərabərliyimiz davam edir, hörmətli izləyicilər, efirimizə yeni qoşulan tamaşaçılarımız, sabahınız xeyir olsun, gününüz uğurlu olsun, əhvalınız bəli, xoş olsun. Klip necə yekunlaşdı, necə bitdi, heç mənim xəbərim olmadı. Görürsünüz, hörmətli izləyicilər. Mən bir daha nömrəni xatırladım, 055 866 44 64 mənim WhatsApp nömrəmdir, WhatsApp nömrəmə yazırsınız, fikirlərinizi bizimlə bölüşün, nə ürək sözləriniz, arzularınız varsa efir vasitəsilə mütləq, təbii ki, sevə-sevə səsləndirəcəm, maşallah. Klip nə vaxt yekunlaşdı, mənim xəbərim olmadı. Lətafət, necəsən ay Lətafət? Lətafət, olmusan Dünya TV-də ümumiyyətlə? Olmusan, maşallah. Doğma Sumqayıtda yaşayır bizim Lətafət, maşallah.
Nə iş deyirsən deyir bacarıram. Təşkilatçılıqdır, jurnalistdir. Bir də baxırsan ki, o bölgədən səsi gəlir, o bölgədən səs sorağı gəlir, çəkilişlər eləyir. Sonra gördüm ki, yox, bu qız maşallah deyir artıq oxuyuram. Deyirəm yaxşı oxuyursan, hamı oxuyur. Məclislərə dəvət edirlər, deyir bəs dəvət edirlər ki, mahnılar da zaps eləmişəm ki, inşallah onu efirlərdə, el şənliklərində, toylarda səsləndirim inşallah. Birazdan o mahnıları eşidəcəyik. Hansı mahnılardır, necə ifa eləyib onu mütləq mən tamaşaçılara təqdim edəcəm. Mən elə istəyirəm sabah-sabah bir dəvət edim. Lətafət İslam bizim qonağımızdır. Xoş gəlib, səfalar gətirib. Günün uğurlu olsun, əhvalın xoş olsun. Buyur Lətafət xanım. Hər kəsin sabahı xeyirli olsun. Təşəkkür edirəm illərin dostu Kamran bəy. Təşəkkür edirəm qonaq dəvət elədim. Buradan Azərbaycan xalqımı qarşıdan gələn yeni il münasibətilə təbrik edirəm. Əsas ən sevdiyim bayramdır mənim. Bizim də həmrəliyimiz, birliyimiz daim olsun hər zaman. Necə ki 44 günlük müharibə zamanı birliyimiz daim oldu. Ali Baş Komandanın ətrafında birləşdik və qələbəmizdə daimidir hər zaman. Birliyimiz daim olsun. Mən də buradan tamaşaçıları salamlayıram. Bəli, arada mahnı da oxuyuram. Arada oxuyursan, yoxsa ümumiyyətlə? Məclislərim də olur, şükür. Yəni keyfivə düşəndə oxuyursan, yoxsa necə? Yox, yox, şükür ki, tələbat var. Tələbat var, Bəli, bəli, bəli. Mən sənin tədbirlərdə gördüm mən çox. Qazi tədbirləri, şəhid ailələrinin tədbirlərini. O silsilə olaraq davam edir o tədbirlər? Bəli, bəli, əlbəttə ki, bizim nə qədər ömrümüz var, daim şəhid ailələrin yanındayıq, qazilərimizin yanındayıq. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün burada varıqsa onlar sayəsindəyik. Bəli, onların sayəsində. Əyləş oradan. Ay, sağ ol. Ora getdin, yaxşı onda orada əyləş. Ürəyin harada istəyir əyləş. Yerimiz yenə bu oldu. Bəli. Təşəkkür edirəm. Deyirəm, bu insan niyə çox istəyirəm? Çünki çox istəməli insandır, sözündə bütövdür. Bax, indi düz idmançının adını deməyəcəm, hansı idmançıdır, hansı xanımdır, düzdür. Adını deməyəcəm. Mən onu dünənləri efirə dəvət elədim. Zəng elədim ki, sabah efirə dəvət eləyirəm. Dedi ki, Kamran, mənim gözüm üstə çox məmnuniyyətlə sənin efirinə gələcəm. Mənə hətta şəkillər, videolar atdı ki, bunu efir vasitəsilə təqdim edək. Karate üzrə Azərbaycan çempionudur, dünya üçüncüsüdür. Düzdür, fəxrimizdir, bayrağımızı dalğalandırıb. Yəni, xüsusi olaraq bunu mən qeyd edirəm. Özdə deyir, mən saat 7-nin yarısından hər gün oyanıram. İdmançıları görmüş ki, biraz pozitiv, enerjili olur. Ümumiyyətlə tez oyanırlar. Amma bu nə əcəbsə, oyanıb, sağ olsun, mən qırmayıb. Oyanıb bir dənə yazıb, sabahın xeyir olsun, saat neçədir, vəssalam. Onunla da yatıb. İnşallah növbəti efirlərdə dəvət eləyəcəm. Düz adını demirəm. Yəni, bunu sənə xüsusi olaraq bu görüntünü kəsib atacağım ki, yəni işinə diqqətli və məsuliyyətli yanaşasan. Məsuliyyətli, diqqətli, dəyərli, şəxsiyyətli, peşəkar bizim aktyorumuz. Allah ona uzun ömür, can sağlığı versin. Maşallah, hər günə baxırsan şəhərdədir, müxtəlif məkanlarda, bəli, restoranlardadır. Özdə hesabı özü verir, hə? Sən verirsən, yoxsa hesabı kim? Özün verirsən. Bugün efirdən sonra inşallah görək. Efirdən sonra... Mütləq, mütləq. Mən sevə-sevə dəvət edəcəm mənim dəyərli dostumu, sevilən aktyorumuz Mirəjdər Dadaşov. Qonağımızdır, sabahın xeyir olsun, günün uğurlu olsun. Xoş gördük, ay Mirəjdər. Toy 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 olsun, şabaşlarım çok olsun. Toy 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 olsun, şabaşlarım çok olsun. Pullu toylar benim olsun. Şabaşlar, euro, dollar olsun. Moskva toyların geçirtmişem ele. İstanbul, Türkiye, oradan da Paris'e. Çıkım ben Eyfel'e, okuyum ayağına. Oradan da Bramot, gedim Hindistan'a. Toy 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 olsun, şabaşlarım çok olsun. Toy 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 olsun, ciblerim pulla dolsun. Ay cemaat tez olun tez verin. Cebinizde ne var tez verin. Ay cemaat tez olun tez verin. Cebinizde ne var tez verin. Kaçım sedereye, alım özüme babuçka. Özüme koyun bir maya, desinler ki ağmaya. Burada mene değiller, ele bilim alışsan. Hariciler bilmir ki 5 matlık manıssan. Toy 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 olsun, şabaşlarım çok olsun. Toy 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 olsun, şabaşlarım çok olsun. Halkımın evinde toy olsun. Paşkayla cibleri pulla dolsun. Sabahın
xeyir, sabahın xeyir. Kimdir burada? Tələsirəm. Hara O tələsir? günlərim, Aha. inan Allaha, Aha. dünənlərim. Necə döyülmüşüksə civi ilə. Ona görə gəlmir civində baliskədədir. Təsəvvür elə başqa dönüm, xoş görmüşük. Girmişik belə möhtəbər toydu da. Aha. Oradakıların, hə. Aha. Adını çəkmək ilə girərik içəri. Oradakıların toyudur. Xınanı bu aparır. Bunun başı batsın. Necə Kimindir ki o mənə xınanı qoşublar aparan? onu. Civi. Adı Civi. nədir? Rəsqa, rəsmiyyədir. Rəsmiyyət. Hə, mənə bir od Ürəyiniz. qoyub gəl görəsən. Təsəvvürlə xınadır da, qızı gətiriblər qoyublar qabağa. Nə desə yaxşıdır. Belə elə, bu gün xına yaxtıdır, meymuna xına yaxtıdır. Ağız meymun deyilmə. Elə meymun deyən momentdə inan Allaha. Sol tərəfdən bir də gördüm stul nətər gəldi təpəmizin üstünə. Təsəvvür elə. Əldən getmişdi Allah'ım dost. Mənə bax. Bir də bacım sən bura gəl, nə qəşəng qadınsan. Ne gözəl qadınsan. Mən sənin iş görməmişəm. Mənə bax. Subaysan. Anadan gəlmə. Aha subaydı. Allah qız subaydı. Mənə bax. Beləcə elə ginəm. 2000 ver bəri başdan. Qəşəng səni xına yaxdında özüm eləyəcəm. Bax. Mən gəlmişəm qənd qabıdan qənd yığam. Gəlməmişəm. Deyəm. Ürəyimə də, hə? Ağız mən o işə də baxıram da. Problem yoxdur. Bax kitabçanda var. Gündəlik bəylər 50 manatlıq, 100 manatlıq. Aslı oğlan var. Bəxtin açıldı. Belə dur, belə gəl, belə gəl. Qardaş, necəsən? Yo, mən evliyəm, mən evliyəm. Ya da pul deyil. Hə, lazımdır. 100 manat. Bizim əli operatorumuz bax subaydı. Hansı operator? Mənə, Emir Rejissor, subaydı o da. Bəxti açıldı. Oğlan, nə şu? Ağa səndə pul verən üz yoxdur. Ged ot aşağı, mənə bax. Mənə bax. Deyəm, bir dəqiqə. Kimdir? Deyəm, Türkiyədən zəng gəlir mənə. Türkiyədən. Qaşdanlara qatda. Hello? Efendim? Nasılsınız? Evet, biz de ilanıyor. İyiyiz. Evet, hay can. Ne? Sen canım, ne zaman? Ha? Bir dakika ben bakayım. Qarışdırdı ya bu. Hə, yoxdur. İnşallah. Nerede olacaq? Belə Boğaz ətrafında, Bodrumda, hə? Bu Biləcər kafesi hardadır ki? O mən olmamışam, yalan deyirəm. Alo. Kimsən? Qara yerə sıxım. Buna ağız qaynı mıydı? Adam tapırsa dolamağa. Onsuz qalmışam bütün gün ortaqda. Hamısı gedir toylara. Moskvanın dağını dağıdıblar. Mən aparan yoxdur toylara. Qara yerə girəsən, utan belə görsən məndən məsələlər. Ağlama, ürəyini sıxma. Mənə bax. Təbəssü günə. Sabahınız xeyir olsun. O niyə çıxartdın? Hə, belə də məndə hər şey adına razıdır. Belə yaxşı yaraşır da. Sabahın xeyir olsun. Sabahın xeyir olsun ürəyim. Öpürəm Necəsən? sizi, düzdür, mahnımızı bəri başdan saldılar. Amma qəşəng oldu. İndi bacımsan, sən də narahat olma ki. Belə 3 günlüyündür, həftəxmamındır, üzə çıxdıdır. Belə, bəri başdan, xınan da elə yaxıram ki, təpədən dırnağa kimi. Vış olacaq hər şey. Öpürəm, bağrıma basıram. Kamera arxasında olanları da öpürəm. İnşallah gələn ay. Baharın xınayaxçısıdır. Özümü mənə verib. 500 manat bəri başdan verib ki, Baharın xınayaxçı Kim, bizim operator Bahar? Mənə bir odu qoyub, gəldi görəsən. Bahardan çətin 500 manat çıxar. Hayca. Bəli, sabahınız xeyir olsun, hörmətli izləyicilər. Bizim aktyorumuz Mirəclər Dadaşov. Allah səni var eləsin, Mirəclər. Bayaqla bir mahnı oxudun. Toy olsun, çoxlu, şabaşların bol olsun. Amma deyim ki, biz toylara gedirik, məclislərə gedirik. Hətta müğənnilərin özündən gedir. Elə müğənnilər var ki, şabaşa gedirlər. Həqiqətən elə də. Düzdür. Deyir ki, mənə pul lazım deyil. Olsa deyir, pul deyil ki, hep şabaşı var. Şabaşı oxuyacağım. Ona görə də Əsas oldu ki, doğrusu şabaşı olsun da, doğrusu da var. Rusiyada tökürlər bərdən ayına, güya ki, əllərinə yığırlar. Biz qiymət danışmırlar ha, şabaşa gedirlər. Süni. Biz həmişə brend olmuşuq. Sənin mikrofonun hardadır? Hə, Rətəqət yanında. Özür ki, baxırsınız, hamısı çoxu suni pullardır. İndi adət alıb ki, suni Yo, pullar... orijinal pul da olur. Yox, orijinaldan danışmayım. İndi yeni çıxan müğənnilərin çoxu suni pulları alır, başına tökdürür, əlinə verdirir. Yeni çıxan müğənnilər kimlər deyirsən ki, ailə var da çoxunu elədim. Kimlərdir misal üçün? Valla var, tanıdıqlarım da var ki. Məsələn, birinin adını da görüm o kimdir, yeni çıxan, başına İncir, pul amma səpdir. var da. Mən şəxsən görmüşəm ki, suni pulu bir alıb orada
Toyda Mahnı eləyir. oxuduğu yerdə. Toyda. Toyda da elə mahnı oxuduğu bir İfa elədi. Aha. restorandadır. Amma hətta elə müğənnilər var ki, tapşırır orada, deyir mən ifa eləyəndə əlimə pul verin, pulu görsünlər, başlayır pulları barmaqların arasına salır. Bax, belə də göstərir, reklam edir, o nəyə lazımdır? Ay, pulu verirlər əlinə, qatda qoy cibə ya da əlində saxla, mikrofonun üstündə sıx. Və yaxud da ki, kiməsə tapşır verir ki, güya buna orada yüzlüklər verdilər də. İndi əslində mən onun əleyhinəyəm. O təzə dediyim müğənnilər kimdir, ailə Təfət? Bir görək, bir mikrofon Əlif götür. basırıq sayda, hərfi, Şey hə. də kim? İndi Təzə adım o, desəm başına pul səp. hə valla çoxdur. Mən kişi müğənnilər də var ya, Allah haqqı deyir ki, Məmnun şükür mənə Aha, mənə pul ver. aha. Mən məclisdə görmüşəm. Çıxanda həmin pulu sənə qaytaracağam. Təzədən sənə qaytaracam. Bəli. Kimdir o kişi müğənnilərdən? Orada var. Niyə? Çəkinirsən adını çəkin? Yox, çəkinmirəm. Mən sadəcə var da elə müğənnilər. Lətafə necə oldu bir oxumağa qərar verdin? Çox maraqlıdır. Sən mənə deyəndə ki, oxuyuram artıq, mən özüm şok oldum. Sözün yaxşı ən azından şok oldum. Onsuz da mən məclislər aparırdım. Oxumaq. toy məclislər yox. Aparıcılıq Məclislər eləyirdin. Aparıcılıq eləyirdim. Aha. Valla baxdım ki, aparıcıların bir 80% xanımlardan, elə 80% bizim dəyərimiz Günay Fuad qızı, digərləri hamısı oxuyur. Dedim, Günay Fuad qızı. bizim dəyəri Ha, dostumuz, o da şahid. oxuyur. Hə. Gördüm Çoxları oxuyur, sən də oxuyur. qoşuldun ona. Elə o sıraya mən də qoşuldum. Necə oxuyur ümumiyyətlə Günay? Yaxşıdır, bizim dəyərimizdir. Yox, Onda başa düşdüm, şirinlik ya. var səsində. Bəyənirsən Bəli, oxumağını? bəli. Hə, sən gördün ki, artıq Günay da oxuyur, qoşuldun onun sırasına. Bəli. Peşmansan yoxsa Yo, necə? yo, maşallah. İşlərim irəlidir. İşlərin irəlidir. Bəli, bəli, bəli. Məclislərin var Bəli, ümumiyyətlə. bəli var. Ancaq regionlarda olur. Regionlar. Hansı bölgədə? Məsələn, Gəncədə olur, Masallıda olur, çox regionda olur. Vallah, mən bilmirəm də axırı necə olacaq Lətafə. Əsas odur ki, xeyirli uğurlu olsun. Burada SMS-lər var. Mən istəyirəm bir SMS-ləri səsləndirim. Sağlam, bu sabah verilişini yazıram, narahat edirəm. Mən Sumqayıtı sevirəm, bu sabah verilişini izləyirəm. Orada pəncərə panoramasında görürəm, çox gözəldir. Məncə Sumqayıt şəhəri də ondan geri qalmır. Bəli, Sumqayıt bizim doğma şəhərimizdir. Salam, sabahınız xeyir olsun. Bugün mənim babam, bəli, bunu 13-26 nömrəsindən yazır. Salam, sabahınız xeyir olsun. Bugün deməli, mənim babam təvəkkülün ad günüdür. Sizdən xahiş edirəm, onu təbrik edəsiniz. Nəvələri adından Vüsal, Fəridə, Cavad, Cavid, Nihat, Əli, Mələk adından təbrik edirik. Allah uzun ömür və can sağlığı versin. Maşallah, yazanlar çoxdur. 0884 nömrəsindən yazır. Salam, sabahınız xeyir olsun. Necəsiz? Yoldaşım Əhədi qızlar Rüqayyə, Zeynə və Səma salam göndərirlər. Biz də salamlarımızı çatdırırıq. Kamran Sabahınız bəy, xeyir bu olsun, arada gününüz uğurlu bizim olsun. hər zaman şəhid və qazi ailələrin yanında olan hər kimizin təmənnasız dostu Aysel xanımın ad günüdür. Təşkilatçımız Aysel Aysel familiyası necə gedir? Xanbabayeva. Aysel Xanbabayeva. Ad günü təbrik edirik Aysel. Allah əziyyət bir yerdə qoymasın. Əsl xanımlıq, analıq layiq olan bir xanımdır. Bəli, mənim Təbrik edirəm. dostumdur, mənim əzizimdir. Hər zaman şəhid ailələrinin yanındadır. Hər zaman da görürəm statusunda o qədər şəhid videoları paylaşır, şəkilləri paylaşır ki, doğrudan da buna böyük bir iradə, güc lazımdır. Hər zaman o şəhid ailələrin yanındadır. Allah səni var eləsin, ad günü mübarək olsun. Düzdür, Aysel bir balaca avto qəza keçirmiş. Şükür Allah sağ-salamatdır. O avto qəzadan sağ çıxdı. Allah səni var eləsin. Allah səni hər zaman doğmalarla, əzizlərlə başını uca eləsin. Hazırda Dünya Televiziyasına reklamlardır. Reklamlara ayrılırıq və ardınca bərabərliyimiz davam edəcək. Bəli, reklamlarımız bitdi. Hörmətli izləyicilər, bərabərliyimiz davam eləyir. Mən bir böyük planda göstərin görək. Bəli, bizim Mirəclər Dadaşoğlu. Bunun adı necə gedir? Deyə bilmərəm. Bığ kimi tanıyıram da. Bəli, bunu aktyorlar istifadə edir. Mənə yaraşır yoxsa yox. Mən bir böyük planda ver. Əslində heç vaxt. Türk aktyorları. Bəli, bəli. Bunu müvəqqəti Yaraşır, tanışım. yaraşır. Yəni Vallahi yaraşır. Lətafət İslam bir qarşıya gəlsin zəhmət olmasa. Görə bir Lətafət İslam necə mahnı oxuyur, necə alınıb, bir onu bir dinləyək sevə-sevə. Gəlsin o gözəl nəğmə. Buyuraq. Kara kaş kara yüz, şirindi şirin söz. Kara
kaş kara göz, şirindi şirin söz. Aman Habibim, yarım Habibim, canım Habibim. Aman letafet, canım letafet, yarım letafet. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Amandı gelbimi üzme gel Habibim. O kara gözleri süzme gel Habibim. Seni benden, beni senden ayrı salma Habibim. Bu işken senden hiç çıkma gel Habibim. Aycan Aycan. Aycan Aycan. Kara kaş kara göz, şirindi şirin söz. Kara kaş kara göz, şirindi şirin söz. Aman Habibim, yarım Habibim, canım Habibim. Aman letafet, canım letafet, yarım letafet. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Ben senden ayrılmaram, aman Habibim. O kara gözlere heyranam Habibim. Aycan Aycan. Aycan Aycan. Nətər eləyir? O Pünhapri'nin xəbəri var bu mahnıdan. Yox, xəbəri Yəqin ki var. var. Doğrudan Çünki xəbəri izləyib. var. Təşəkkürümüzü bildirib buradan. Yox, halallığını verir o mahnının. Halallığını verdiğinde Orada orada Pünhapriyevin də səsi var, ona Bəli, görə. bəli. O Qardaş bizim olsun da, dəyərli əsas odur ki, dostumuzdur. ruzulu bərəkətli olsun. olsun. Amin. Pünhapriyev mənim dostumdur, qardaşımdır. Bizim dəyərimiz əlbəttə ki, o da Aha. yəqin ki, gənclərə dəstək olar. Əcdə necə oxudu mahnını? Bəyəndin? Gərək mən Bahar xanımdan soruşum, necə oxuyur? Yox, Bahardan niyə soruşursan? Bahar çəkir bizi. Ya bəyəndin mahnını? Xeyirli olsun, hər kəs oxuyur. Yox, ilk oxuyanda nəsə sifətin bir turşudurdu. Mən hiss elədim onu. Yox, mən axı musiqində bitirmişəm. Nə olsun? Yəni niyə sifətin Mən turşud? tuturam da, tutmalıyam. Mən durub rəqs elədimsə, heç kim məni məcbur edə bilməz. Özün də bilirsən xasiyyətimi. Və bilirsən Təşəkkür necəyəm. edirəm, minnətdaram. Mən durdumsa, rəqs elədimsə, deməli ürəkdən eləyirəm. Yəni Çox bəyəndiyinə sağ ol. görə durdun da. Bəli, bəyəndim. Başqa sözünüz var? Qardaşımsan, maral kimi. Kamran bəy, təşəkkür edirəm. İnşallah xeyirli uğurlu olsun inşallah. İnşallah Ay, Lətafət. Kamran bəy sizi qəşəng toylara yanında aparacaq. Lətafət. Ümumiyyətlə sənə Aycan. dəstək olan var ki, oxu evdə, Bəli, dostlar. Məsələn, kimlər, müğənnilərdə Hər kimlər kəsə- deyir ki, Məsələn, mən düz eləyirsən toylarda, o? Hə? yox, toylarda olanda da sağ olsunlar, mənə deyirlər ki, səsində şirinlik də var. Aha, hətta. Canlı istəsəm nətər oxuya bilərsən? İnşallah gələn verişdə onu da oxuyarıq. Hələ ki, inşallah hazırlaşırıq canlı məclislərə. Canlı. Bəli. Niyə də yox? Bu şeir deməklə necə aram yaxşıdır? Şeir də deyirəm bəli. Sənə şeir istəsəm deyə bilərsən inşallah. Az sonra deyərəm bəli. Bəli, onda hazırlaş. Mən efir vasitəsilə oğlu Hüseyni də salamlayıram. Hüseyn orada əyləşib. Özə dedim get qara şalvar, ağ köynək giyin. Özü yaxşı rəqs eləməyə bacarır. Bəli, bəli. Nə qədər Şalayla təkidlə xanımın dedim, dedi yox, qonaq mümkün olub, deyil. efirlərdə Mən bunu olub. çıxardım, qoy bunu çıxardım. İnşallah gələn verişlərdə Mən bunu Hüseyn də olur. çıxardım. Bunu sahibinə əmanət edeyim. Qardaş, gəl bu bığını götür. Qardaş, bu bığını götür. Saxla özündə. Ha.
Özü kliyi o qədər vurmusan ki, zalım. Bu kinoda baxmısan o filmdə deyir, zalım ol, bu qədər deyir, barı tökərlər, bu qədər kliyi vurarlar. Dodağımız oldu, babur, ha, qupquru, indi gəlin bunu təmizlə. Əsas o da yaraşırdı da. Bəli, mən sabahınız xeyir olsun, bir daha sizə salamlayıram. Burada bir SMS də var orada, o SMS-i səsləndirib 9754 nömrəsindən yazdı. Salam, sabahınız xeyir olsun. Sizə yazan Neftçaladanı xahiş edirəm Gülyanaq Məmmədova. Mən onu çox istəyirəm. Onu efirinizə dəvət edin, dəyərli sənətkarımızı. Amma əslində Gülyanaq xanım dəfələrlə bizim qonağımız olub illər öncə. Amma son illərdə efirlərdə görmürəm. Yəni Dünya Televiziyası inşallah sağlıq olsun. Mütləq Gülyanaq xanımı da efirimizə dəvət edəcəyik inşallah. Hüseyin balamız neçənci sinifdə oxuyur? Hüseyin 8-də oxuyur. Azərbaycan üzrə riyaziyyatında birinci yerə düşüb. Sonra Edu Kampaniya təhsil mərkəzində də əla qiymətlərindən öndədir. O təhsil şirkətinin rəhbəri mənim dostumdur, mənim dəyərli qardaşımdır, Göyçaylı balasıdır. Elə mən əslində bilmirdim. Samir müəllim doğrudan işinin peşəkarıdır. Bizim belə deyək də ailəvi dostluğumuz, yoldaşlığımız var. Allah sizi var eləsin. Adınız hər zaman zirvələrdən səslənsin. Elə yeri gəlmişkən deyəcəm, Edu Kompaniya təhsil şirkəti dekabr ayının 28-i korporativ yeni il tədbir eləyəcək. İnşallah sağlıq olsun. O tədbirin də aparıcısı mənəm. Mənim qismətimə, mənim talihimə. Harada gözəl tədbirlər varsa siz Edu varsınız. Kompaniya təhsil şirkətinə, orada işləyənlərə və Edu Kompaniya təhsil şirkətində nə qədər orada işçilər var, müəllimələr, hamısının toyunu mən eləmişəm. Bir 7-yə 8-ə yaxın toy. İndi subaylardan görə kim qalıbsa sırada. İnşallah onların toyunda mütləq biz iştirak Mən də edək. təşəkkürümü bildirirəm. Həqiqətən çox professional kollektiv var. Təhsildə öndə olan kollektivdir. İnşallah ki, bundan sonra da Hüseyin bala uğurlar əldə edəcək. İnşallah, sağlıq olsun. Hə, Mirəclər qardaşım, deyirəm çox maraqlıdır. Keçən efir ayın neçəsi gəlmişdi? Keçən efir Noyabrın 18-i. Aha, qismətə bax. Bugün də dekabr ayının. Dekabrın 18-i, sonra yanvarın 18-i, fevralın 18-i, Martın 18-i. Yanvarın 18-i baxalım. Ancaq 18-i. Yanvarın Bəli. 8-i mənim ad günümdür. Gələrik efirə. İnşallah, inşallah. Əslində bu bir təsadüfdür. Mən dünən zəng vuranda dedi ki, Kamran, sən təsəvvür edirsən, bir ay bundan qabaq ayın 18-i mən efirdə idim. Təsadüflər gözəldir. Bayaq ki, səhnəcikdəki ifanını deyim mən insanlara. Sözlərini özüm yazmışam. Özümə məxsusdur, yəni. Yəni heç kimdən icazə filan İcazəsiz. yəni, yoxdur. Çünki özüm yazmışam. Göz nuru eləməyi. Yəni qarşıda gözəl işlər var, gözəl planlar var inşallah. Öncədən demək istəmirəm. Hansı işlərdir? Filmlərdə Sırf görmürəm teatr- sənin Mirəclər. Olub inşallah efirlərdə olacaq. Yox, dəvət İşlər alırlar, olur. yoxsa sən Yox, dəvət seçimdə. alırlar, istəsə sübutalini, dokumentalini göstərir. Mən çox bu aralar çox getmədim. Təxmini bir il ərzində getmədim. O bir keçən verilişdə də söyləmişdim. Yəni həm maddi baxımından insanları çox belə Təklif elədiyi qonorar sizi sərf eləmir, yoxsa necə qane sərf eləmir? eləmir deyəndə, yəni ki, elə bir çağırırlar çəkiliş vaxtına bir günlük. 3-4 seriyanı çəkdirir, bir günün pulunu verirlər. Bir günün pulunu indi, verirlər. indi kim gedir Allah xeyrin versin, mənim sözüm yox. Gedirlər. Sadəcə mənə elə həm səhhətlə bağlı, həm belə heç cürə sərf eləmir. Amma əslində mən səni efirlərdə görmək istəyirəm. Daha doğrusu filmlərdə. Efirlərdə varsan İnşallah, maşallah. yaxşı. Filmlərdə, Əsas odur ki, seriallarda. qastrollarımız var, konsertlərimiz olur rayonlarımızda. İnşallah yeni də proqramla, yeni ildə yeni çoxlu konsertlərimiz olacaq. İnşallah. İnşallah xeyirli olsun, sağlıq olsun. Lətafət xanım, Ayca. canın ağrımasın. Ən sevdiyim müğənnilər kimdir? Hansı ki ondan baxıb bəhrələnmək istəyirsən, nəsə öyrənmək istəyirsən? Ən çox sevdiyim, Allah rəhmət eləsin, Baloğlan Əşrəfov idi. Baloğlan Əşrəfov? Mən fanat olmuşam uşaqlıqdan. Aha. Uşaqlıqdan fanat olmuşam. İndi Manaf Ağayev, rəhmətli Nəzakət Məmmədova mahnılarına da qulaq asıram. Elnarə xanım Abdullayeva. Belə. İnşallah ki bir layihəm var Allahın izni ilə. Nə layihəsi? Yəni Efirlərin birində o layihəni icra edəcəm inşallah. efir layihəsidir. Bəli, bəli. Aparıcı kimi. Bəli, bəli. İnşallah. Böyük Hansı bir kanaldadır? layihədir. İnşallah. Yəni ki doğma kanalım olacaq. Yəni Sumqayıtda. Bəli. İnşallah Dünya o layihəm təsdiqlənsin. Bəli, bəli. Böyük bir layihə ilə. Görək də, görək bu aparıcının. Və necə oldu ki bu oxumaq qərarına gəldin? İndi əslində mən səni görmürdüm axı bu qısa müddət ərzində.
Fikirləşin yaxşı pul var o baxımdan, yoxsa nətər? Maddiyyat da yaxşıdır. Açıq Maddiyyat danışaq da, baxımından. Nə var? O da açıq danışaq, bəli. Xeyirli olsun inşallah. Mən hazırda Orman Nəbiyevi salamlayıram, bizim dəyərli dostumuz. Bəli, mən deyərdim ki, həm yaşlarında sənətkardır. Allah səni var eləsin. Onu efir vasitəsilə salamlayıram. Super maşallah qonaqlarınızı salamlayıram. Bu yaxında qardaşım qızın ad günüdür, Türkan Bala. Türkan Balanı salamlayırıq. İnşallah onu da ad günü münasibəti ilə təbrik edirik. Allah ona uzun ömür, can sağlığı versin, əzlərinə, doğmalarına can sağlığı arzu edir və öz kollektivimiz adından, Dünya Televiziyasının kollektivi adından təbrik edirik. Allah saxlasın bizim gül balamızı. Orman mütləq sən hazırlaş, növbəti həftələrdə sən mütləq bu sabah proqramında gözləyirəm. Hazırda reklamlardır. Reklamlara ayrılır, reklamlardan sonra bərabərliyimiz davam edəcək. Gözünüz bu sabahda olsun. Sağ olsunlar. Hər birisinə təşəkkür edirəm. Yazın 055 866 44 64 055 bu şəxsi nömrədir. Yəni buna zəng eləməyin. Yazın WhatsApp-a. Nə sözlər, nə ürək sözlər varsa mən səsləndirəcəm. Mən Emir rejissordan xahiş edəcəm. Bizim efir nömrəmizi, zəng nömrəsini təqdim edək. Bizə zəng etmək istəyənlər var. Bəli, reklam arası bildirirlər ki, studiyaya qoşulmaq istəyirik. Bax, bu indi hazırda təqdim etdiyimiz o nömrəyə zəng vurun. Birbaşa siz studiyada səsinizi eşidəcək inşallah. Hə, şeir hazırdır. Mikrofon götür. Latavə səndən başlayır yoxsa? Yox, ondan başda. O sizə deyirsən, ona deyirsən. Olacaq şeirdən öncə. Siz buyurun sonra mən Nüsrət Mən Kəsəməlidən biraz bu şeir barəsində, şeir insanlıqdır adı. Yox, hələ yox, zəhmət olmasa ifanı səsləndirməyək. İfanı saxlayaq bir dəqiqəlik. İnsanlara aiddir, necə insanlara? Yəni, insan hər zaman öz Allahını yanında hiss etməlidir. Allahla olmalıdır da. Bizimkilərin çoxsunda, insanların çoxsunda var da, insan xəstə olanda, naxoş olanda, ya problem olanda Tanrını yada salır. Amma insanlar gərək hər zaman, hər dəqiqə, hər saniyə Allahlarını başlarının üstündə görsünlər. Amin. Mehriban olmaq lazımdır. Bir-birini başa düşmək lazımdır. Xainlik eləməsinlər, bir-birinə quyu qazmasınlar. Mən danışıram, düzdür. Çoxları deyəcək ki, ay başladılar belə, elə başladılar insanlıqdan danışmağa. Elə zamaniyə gəlib çıxmışıq ki, hamı danışır. Amma insanlar bilmir ki, kim düzdür, kim səhvdir. Məndə hər zaman əl açıqlıq, ürək yumşaqlıq, ona görə də başım çəkir. Amma şükür Allaha, hər şey öz qaydasındadır, hər şey yaxşıdır. Hər zaman da əlim açıqdır, elə düşmənlərimə də özləri də bilir ki... Yox, sənin əlin açıqdır həqiqətən. Mən bunun inşallah efirdən sonra onun şahid olacam. Hə, inşallah. Əjdər, hazır studiyaya zəng var. Sizdən bu studiyada olsun. o zəngi qəbul edin, ardınca sizdən şeir gələcək. İnşallah. Tamam. Sabahınız xeyir olsun. Kimlə danışırıq? Buyurun. Ona görə çox sağ olun, təşəkkür eləyirik. Lətəfə, ona görə əyini sıxmayın. Hər müğənni, hepsi aparıcılara demirlər. Kamran bəy, mən bir şey deyim. Bərdədə 90%, Allah şəhidlərimizə rəhmət eləsin, 90% şəhid tədbirlərin aparıcısı mənəm. Düzdür, mən yazdım. Və Bərdədə də mənim ofisim yerləşir, həmkarlar binasında. Yəni, məni Bərdəlilər çox sevir. Bir nəfərlə o kifayət eləmir. Şükür Allah. Bəlkə o səni tanıyan adam da elə danışır. Yəqin ki, narazılıq nəysə olub ki, demək olmur. Ümumiyyətlə Firdovsi adını tanışınız var Bərdədə? Xeyr, tanışım yoxdur. Bir şey deyim, Bərdədə mən məclislərdə çox oluram, Çinar restoranında çox oluram. Yox, məkan adını çəkməyək. Hə, yəni məkan Bərdəlilər məni çox sevir. Yəqin ki, bu sifarişlə olub, ya özü eləyib bilmirəm. Yenə də çox sağ olsun, minnətdaram, yəni biz insanlığımızı eləyirik. Yox, onun nömrəsi var məndə, mən ona danışacağım. Hə, problem deyil, yenə də. Əlbəttə ki. Nəysə, hazırdır şeirimiz. Bəli, reklamlarımız bitti, hörmətli izləyicilər. Biz isə davam edir, bərabərliyimiz davam edir. 055 866 44 64 bizim WhatsApp nömrəmizdir. Hə, şeiri sizdən xahiş eləyəcəm. Hazırsınız, Əjdər bəy? O zaman xahiş eləyəcəm sizdən o gözəl şeiri. İnsanlıqdan bəhs elədiniz. İnsanlıqdan. Bəli. Səhərlər oyanıb şükür etmirəm. Səhərlər oyanıb şükür etmirəm.
gərnəşib dərindən çəkirəm bir ah. Bəzən heç Allahı fikirləşmirəm. Elə bil yadımdan çıxıbdır Allah. Qəflətə düşməmiş fikirləşməyən, qəflətə düşərək harınlamışıq. Yaxşı günümüzdə yada düşməyən, Allahı pis gündə xatırlamışıq. Qəlblərə yayılıb Allahın önü. Pis günlü insanın duyur ahını. Bəlkə Allah verib özü pis günü. İnsan unutmasın öz Allahını. İnsan unutmasın öz Allahını. Çox təəssüflər olsun ki, Allahsız insanlar amma çoxdur bu dünyada. Tabii hazırdır, bir də sən denən, Latafət xanım. Vaxtımız var, zamanımız var, bəli. Latafət xanımdan da bir şeir istəyəcəyik, sonra Latafət xanımın bir ifası da qalıb. Kamran bəydən də istəyərdim, Latafət xanım hazırlaşar. İnşallah səsləndirərik. Qısa bir şeir gəlsin. Bu idimi son niyyətin. Oynama gəl, vüqarımla. Axıb gedər məhəbbətim mənim gözyaşlarımla. Gül yanaqlar saralacaq, axıb sular durulacaq. Bir ümman da yananacaq mənim gözyaşlarımda. Yollar bağlı gəlməzsən, bu dərdi sən bilməzsən. İstəsən də gəlməzsən mənim gözyaşlarımda. Könül yorğun, yollar çətin. Nələr etdi qəbahətin? Dəyməz sənə məhəbbətim mənim gözyaşlarıma. Mənim gözyaşlarıma. Bəli, arzumuz odur ki, heç kəs gözyaşlı olmasın. Qoy hər zaman sevinç gözyaşlar olsun. Ürəklər, qəlblər hər zaman sevgi ilə, məhəbbətlə bərabər döyünsün deyir. Biri-birinin qədrini əgər indi bilməsək, bizdən sonra gələnlər heç yada salmaz bizim. Bircə kəlmə xoş sözü, biri-birinə deməsək kin nifrətin içində boğulacaq yer üzü. Gəlin qədini bilək hər bir günün, hər anın. Gəlin qədini bilək bu qayğılı dünyanın. Biz mehriban olmasaq, bir məxrəcə gəlməsək, ağır çətin günlərdə zülmət tutar gündüzü. Gəlin hər zaman doğmalarımızın, əzlərimizin qədini bilək, dəyər verək, kimisə qəlbini sındırmayaq, kimisə xətrinə dəyməyək. Ya bizim istəyimiz, amalımız budur. Səhər-səhər bizi izləyən tamaşaçılarımıza, bəli, xoş ovqat ötürək. Mən səndən növbəti bir ifa istəyəcəm. Bəli, hazırdır ifa. Bəli. Buradan bütün Azərbaycanı bir daha salamlayıram. Talış balası gəlsin. Talış balası o başı bəlalı mahnıdır. Çox. Ruslan Əbilov oxuyurdu o mahnını. Bəli, dəyərli sənət dostumuz Ruslan mənim. Bəli. Salamımızı çatdır. Ruslan o mahnı ilə sevildi. İndi inşallah ki, sənin də ifanda gözəl alınmış olacaq. Buyur əzizim. Astaram, masallım, Lənkəran, yardımlım, lirik talış balası. Talışların mərdürəyi, kəsvə edəndir köməyi. Talışların mərdürəyi, kəsvə edəndir köməyi. Sizə qurban mənim ürəyim, sizə qurban mənim ürəyim. Talış balası, talış balası, talış balası, Astara balası. Deseler cennette haram, lirik masallı Astara. Deseler cennettir haram, lirik masallı Astara. Canım verer Lənkərana, canım verer Lənkərana. Talış balası, talış balası.
Bildirəm. Bütün Cənub bölgəsinə salamlarımızı çatdırırıq. Biz izləyən tamaşaçılarımız Cənubdan, Qarabağdan, Şimaldan fərq eləmir. Allah xalqımızı, millətimizi var eləsin. Mən özüm əslən Şəmkirdənəm. Şəmkirdən də bizi izləyən tamaşaçılarımız var. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Hə, bu mahnını oxumusansa məclislərdə? Bəli, çox məclislərdə, bayaq dedim, masallı məclislərində, Aha. talış zonasında. Elə valla fərqi yoxdur. Bütün məclislərdə bu mahnı istəyirlər. Xeyirli uğurlu olsun. Bizdən nə demək? Təşəkkürümü bildirirəm. Əsas odur ki, düşərli olsun. Amin. Allah hamını ruzusunu Bol-bol versin. Allah hamıya ruzu Amin. bərəkət yetirsin inşallah. Buradan da tamaşaçılara təşəkkürümü bildirirəm. Maşallah, sosial şəbəkələrdə də çox bəyənilən mahnımdır. Mən bu can sağlığından danışdım. Bir səhhətinə də mən istəyirəm ki, həmişə bir diqqət nəzər yetirəsən. Düzdür, bilirəm səhhətində müəyyən bir problemlər var. Şükürlər olsun ki, hər şey qaydasındadır. İndi yaxşıyam, Allahın bu gününə şükür. Bəli, canınızdan uzaq, tamaşaçılardan uzaq şəkər tutdum. Çünki özüm üçün yaşamadım. Mən nə qədər varam, Allah bütün evlatları qorusun. Üzr istəyirəm ki, evladım və xalqım üçün yaşadım. Və bundan sonra da nə qədər ömrüm var. Az öncə də dedim, Ömrümdə nə yaşın var ki,ələsən? şəhid ailələrinin yanında olacağam hər zaman. Qazilərimizin yanındayım və vətənimə xidmət edən bir xanım olaraq hər zaman vətənpərvər il qızı olaraq tanınacağam. Çox sağ olun. Xeyirli işlərinizi Allah Taala sizə gözəl günlərlə, övladlarınızın xeyri, bərəkəti ilə mükafatlandırsın inşallah. Amin. Hazırda studiyamıza zəng var. Zəngimizi qəbul edək. Zəngilər biraz bugün. Maşallah, bugün zənglər çox. Bəli, sabahınız xeyir olsun. Alo, eşidirik sizi. Alo. Alo, Sabahınız xeyir olsun. sabahınız xeyir olsun Kamran müəllim. Çox sağ olun. Necəsiniz? Səsinizi eşitdim, oldu məla. Allah köməyiniz olsun. Deməli, Kamran müəllim, nəvəm Məryəmin 9 yaşı münasibəti ilə təbrik eləməyinizi xahiş edirəm. Biz də təbriklərə Bir qoşuruq. və indi əvvəldən demək bilmirəm, olar yoxsa yox. Buyurun. Deməli, dekabrın 20-si də qızım Çınarənin 30 yaşı tamam olur. Əvvəldən təşəkkür Siz hardan zəng vurursunuz müəllim? Sumqayıtdan. Doğma Sumqayıt şəhərindən. Bəli, bəli. Deməli, dekabr ayının 20-si qızını Çınarə xanımın doğum günüdür. Bəli. Allah uzun ömür, can sağlığı versin. Hər zaman ailəsinin, doğmalarının, əzlərinin əhatəsində olsun. Allah Və razı olsun. Məryəm balamızın da bugün 9 yaşı tamam olur. Bugün yox, biraz gec olsa da ayın 7-si tamam oldu. 7-si olub. Olub, yox, ben bir Ruslarda məsələ var, uçub bozma çevrikada. Təbrik edirik. Bir dənə fikir bildirmək istəyirəm olar. Buyurun, buyurun. Deməli, maşallah sizin o yaxşı nəsə deyirlər mənada, həm yaxşı aparıcılığınızı, həm də cəsarətli aparıcılığı olmağınızı çox bəyəndim. Nəyə görə? Təsəvvür edirsiniz, belə bir məsələ var Ruslarda. Bəli. Deyir, naglıyız, это вторая счастье. Bax, indi bu dəqiqə təsəvvür edirsiniz, naglıyız, это вторая счастье. Yəni, o utanmamazlığı... İkinci xoşbəxtlik. İkinci xoşbəxtlik. İndi təsəvvür edilir, bu indiki müasir dövrdə hamı elə yaşayır, binasız, hamı yox. Bəli. Yəni, çoxları elə yaşayır. Birinci xoşbəxtlik halallıqdır. Halallıq alınmayanda keçirlər bu ikinci xoşbəxtliyə. Səndə mən Ruslarda da o xoşbəxtlik alınır. Sadəcə olaraq düşər-düşməli var. Kimə düşür, kimə düşür. İşə düşmür. Bəli. Allah köməyiniz olsun. Emin müəllimdən çox razıyam, efirə qoşdu. Təşəkkür Allah edirik. köməyiniz olsun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Kanalı bütün işçilərdə atəşin salam. Necə dolğun danışdı. Çox xoş oldu. Çox sağ olun. Zənginizə görə. Biz də təbrik edirik. Kamran bəy, təbriklərə qoşuluruq. Allah sizləri qorusun. Məryəm balamızın dekabrın 7-si 9 yaşı tamam olub. Çınarə xanım da inşallah dekabr ayının 20-si ad günü 30 yaşı tamam olur. Amma xoşbəxtlik arzu edirəm. 30 yubiley sayılmır da, yoxsa necə? Sayılır, Əjdər. Əjdər, neçə yaşın var? 30. 30 yaşın var. Yanvarın 25-i inşallah 31 tamam olacaq. Yanvarın 31-i, Amma mənə çox yaş 25-i. 25-i Yanvarın 25-i. Bəli. İnşallah. Sağlı olsun, bəlkə efirdə qeyd eləyək onu. İnşallah tək sağlıq olsun. Bakıda olsam. Yox, söz verib ki, yanvarın 18-i. Mənim ad günüm də buradayıq. Yanvar, onda birinci Lətafət xanımın adı günü qeyd eləyək. Yanvar ayı biz buradayıq yəni. Bunu Yanvarın 25-i. İnşallah. 25.
Hə, inşallah Allah can sağlığı versin. Fevral Amin, ayının cümlə. 25-i düzdür sizə mənim övladım, mənim qızım Banunun ad günüdür. Allah sağ Fevral ayının 25-i. 26-sı da qardaşımın doğum günüdür. Fevral Can ayının sağlığı 26-sı. hər birinə, can sağlığı. Hər birinə can sağlığı versin. Sənin gözəl ürəyin var Kamran bəy. Həqiqətən dürüst, mərd insansan. Mən illərdir səndən dostluq edirəm. Səndən deyirəm çünki illərdir tanıyıram sizi. Allah can sağlığı versin. Hər zaman sevdiyin insanların ətrafında olasan. Çox sağ ol. Düzdür, xanımın sözlərini mən də qoşuluram. Çam üzvə Yox, mən az olmasın. sənsin, tərif Allaha məxsus. Düzgünə də sənin bir sözünlə, yəni qonşu kanallardakı tanışlarımız, dostlarımız, aparıcılar inciməsin məndən. Yəni özün də bilirsən ki, bir müddət mən çıxmadım efirlərə. Sənin bir sözündən, yəni Bakıdan mən bura gəlmişəmsə səhər tezdən, yəni ki, bu sənə qarşı olan hörmət, izzət, bir dostyana sevgidir. Allah səni var eləsin. Çox sağ ol. Həmişə yanımızda olasan, biz də sənin yanında olaq inşallah. Əjdər ailəlisən? Yox, subayam. Hələ subaysan? Subayam. Hamı deyir, nə əcəb, subaysan? Subay da deyib belə hoqqalar verdi. Hoqqa verən neynədir ki? Yazıq canım, Səhnəcik bayaqdan göstərdi də. tərifləməyin axırı bax bu oldu. Nə başıma dönüm. Ümizən deyir ki, Narahat gəlib olma bizə- günən bala, xınavı yaxacıyam, pulsuz parasız. Əjdər neçə uşaqsın ailədə? Tək övladım 10 il sonra dünyaya gəlmişəm. 10 il sonra dünyaya Bəli, gəlmiş. Bəli. Dünyagin 10 il sonra qisməti imiş ki, bu gün burada ola bilir. Ailə qurmağı düşünürsən yoxsa Düşünürəm, çünki belə bir insanlar deyir ətrafımızda qohumlar ki, hər kəs bizim çoxları, çox Sən qohumlar. toyurum, mən də sənin xınavı aparım inşallah. Qohumlarımızın çoxu bizim evdən çıxıb toy vağzalından. Deyirlər, ay bala sən qalmısan. Deyirəm, qismət də, qismət. Neyini vurum özümü öldürməyəcəm ki. İnşallah yaxşı olacaq. hər şey İnşallah. zamanında olanda daha gözəl olur. Ya su qaba töküldüsə vaxtında zaman, yəni içilsə daha yaxşıdır. Yəni Ona suyu görə indi açmışıq, yaxşı olacaq, töküləcək. 31 yaş əslində elə ən yaxşı vaxt ailə Yaxşıdır. qurmaq üçün. Mən belə düşünürəm. Yaxşıdır. Qismət Allahda. Mən Allaha bağlıyam. Allah mənim yollarımı həmişə açır. Hansı işdə də olmuşamsa, heç kim deyə bilməz ki, gəlib Əjdər qapı döyüb, ya ki, Əjdərə bunu hörmət edib, bizə nəsə qəti ola bilməz, efirə də qoşula bilərlər. Yəni ki, Allah Taala özü yol açır mənə. Çox şükür Amin. Allaha. Yəni bu hissiyat məndə var. Tanrıdan çox razıyam. Allah hər kəsi də qorusun. Mən sənin xəttini çox istəyirəm. Deyim Var biləsən. olsun, mən bilirəm. onu. Valideynlər yaşayır. Yaşayır. Hər ikisi atanız, ananız. Ana yaşayır, ata dünyasını dəyişib. Allah cənnət rəhmət eləsin, eləsin. yeri cənnət Yəni bu olsun. barədə heç çoxları bilmir, yəni indi bilindi. Allah qəni rəhmət eləsin. Çoxdan dünyasını dəyişib yoxsa? Var bir müddət var. Mən şəxsidən istəmirəm bir o barədə danışmaq. Yəni pozitiv olaq bu gün. Bəli, Allah rəhmət eləsin, yeri cənnət olsun, ruhu şad olsun. Amin. Yaşayan valideynlərimizə də Allahdan sağ ol, uzun ömür, Cənnət can əmin sağlığınız deyirəm edir inşallah. Lətafət xanım, əhatənizdə o qədər jurnalistlər var, aparıcılar var, hətta mən müğənnilər də maşallah çoxdur. Bu hansı müğənnilərdən misal olan ən çox yalanını tutursan? Bir də görsən kimsə hansısa bir tədbirə gedir, dəvətlisən. Deyirsən ki, misal mən də gedim də ora olarmı? Yalandan deyir ki, yox, orada bəs siyahıda adın yoxdur. Müəyyən səbəblərdən səni oradan o siyahadan çıxarır. Varmı elə bir əhatəndə insanlar ki, sən istəmir də həm sənə paxıllıq edir, həm də istəmir ki, sən önə Paxıllıq gedəsən. çoxdur, həddən artıq mənə paxıllıq çox edirlər. Çünki az öncə bir söhbətdə qayıtdı biri, kolleqam biri mənə qayıt dedi ki, sən hörmətvin paxıllığını edirik. Çünki sən hər zaman özünə hörmət qazanmısan mədəniyyətindən, duruşundan. Dedim, valla bunu Allah mənə verib, şükür bu günümə, Allahın bu gününə. Mən təşkilatçı olduğuma görə çox o tədbirləri özüm təşkil edirəm. Hansı tədbirlər Elə təşkil birinci eləmisən indiyə kimi? Özüm, məsələn, uşaq evində, qocalar evində çox tədbirlər olub. Ən çox mən bildiyiniz qədər tamaşaçılar da bilir, TikTok səhifədə bilir ki, mən hərbi hissələrdə çox oluram. Hərbi qardaşlarımızın yanında. Bəli. Buradan bütün əskərlərimizi Allah qorusun, salamlayıram hər birini. Amin. Belə, özüm təşkilatçı çox elədiyimə görə öndə özümü yazıram. Düşmən tapdağından azal ona Qarabağ torpağında olmusan? Bəli, Şuşada olmuşam, Xan kəndində olmuşam. İnşallah ki, Allahın izni mart ayında Xan kəndində böyük bir tədbirim var. Konser proqramında. Bəli. Novruz bayramından bağlı inşallah. Buradan komandirimiz Aqil müəllimə təşəkkürümü bildirirəm. Allah uzun ömür, can sağlığı versin inşallah. Ümumiyyətlə, qəhrəman oğullarımız, bir əli tətikdə, sinəsi səngərdə olan bu havanın bu şaxtalı havada, soyuqda bizim suverenliyimizi, bizim keşiyimizi qoruyan igid qəhrəman oğullarımız var olsun. Allahımıza min şükürlər olsun inşallah. Mən istəyirəm o qəhrəman oğullarımız haqqında bir
üç bəndli bir şeir səsləndirim. Bu elə yerinə düşsün inşallah. Doğrudan da bu saat ürəyi ailəsindən, doğmalarının həsrətini çəkən o əsgərlər var valla. Hansı ki onların bəziləri nişanlıdır. İnşallah gözləyirlər ki tez sağ-salamat evinə qayıtsın, ocağına qayıtsın, toy eləsin, toylu bir saatlı günlər qeyd eləsin inşallah. Xalqımıza toylu bir saatlı günlər yaraşır. Və mən bu şeiri səsləndirirəm igid qəhrəman oğullarımız, qazilərimizin, müharibə iştirakçılarımızın şəninə, şərəfinə. Bu döyüşlər də çətindir, yaman. Düşmənə vermədik aman. Qarabağda dalğalanan bayrağına qurban olum Azərbaycan igidləri. Dövlətinə hər an güvən, düşmənin belini əzən, Qarabağ torpağına dəyən ayağınızın ləpirinə qurban olum Azərbaycan oğulları. Çoxdan gözlürdük bunu. Xalqımız, millətimiz söylədi bunu. Qeyrətinizə, şərəfinizə qurban olum Azərbaycan oğulları. Allah xalqımızı, millətimizi var eləsin. Böyük fəxarətlə deyirəm, mən Azərbaycanlıyam. Dədə Qorqud nəsliyik, biz qalib Azərbaycanlıyıq. Yaşasam da Tunisdə, Mərakeşdə, Munisdə, Londonda, Butapeşdə, Avropada, dünyada fərq eləmir. Biz dünyaya səs salan qalib Azərbaycanlıyıq. 50 milyon canam mən. Gilanam, Zəncanam mən. Muğamam, Şirvanam mən. Biz qalib Azərbaycanlıyıq. Şükürlər olsun ki, artıq o qeyrətli oğulların sayəsində Qarabağda bizimdir. Naxçıvan sağ əlimdə, Bakı pak ürəyimdir. Biz qalib Azərbaycanlıyıq. Ürəyimdə məhəbbət, soyadım türkdür fəqət. Bir millət, iki dövlət. Biz qalib Azərbaycanlıyıq. Qalib Azərbaycanımızın, qalib vətəndaşları. Eşq olsun qalib Azərbaycanımıza, var olsun qalib Azərbaycanımızın qalib vətəndaşları. Şeir davam eləsin. Bir dənə anadan şeir deyin də. Necə? Anaya aid bir şeir sizdən istəyirəm, bax bir ana olaraq. Mən o şeiri dəfələrdə səsləndirmişəm. İndi səsləndirim. Tamam. Çox demişəm o şeiri. İndi eşidənlər eşidib, eşitməyənlərə bir daha bu şeiri də bir ünvanlayım. Allah can sağ versin analarımıza. Hazırda efir vasitəsilə anam məni izləyir. Anamı bağrıma basıram. Allah anamıza da şəfa versin inşallah tez zamanda sağ olsun. Niyə belə tələsdir ki, ana? Bu qocalmaq hardan çıxdı? Kimsə qəlbinə mi dəydi? Kimsə qəlbini mi sıxdı? Yaman təsir edir mənə qocalığı hiss etməyim. Qara saçlar arasında ağ saçları gizlətməyim. Anacan, yanındayam. Dözümlü ol. Sən ki məndən güc alırsan. Mən hələ böyüməmişəm. Bəs sən niyə güc alırsan? Gileylənmə qırışlardan. Sənə yaraşır belədir. Bişirdiyin yeməklərin dadı yaxşıdır hələ də. Heyif ki, çox çarəsizik. Məğlub olurum zamana. Yaşadığım hər gün üçün sənə minnətdaram. Sənə minnətdaram. Ana, canım ana. Döyünən ürəyim ana. Ana. Təşəkkürümüzü bildiririk. Səs Sağ ol verdiniz, əzizim, gözəl çox insan. sağ olun. Allah Artıq bu tutana efirimizin Allah sonuna qorusun. çatırıq. Mən istəyirəm sonluq olaraq bir ürək sözlərinizi deyin. Təşəkkürümüzü İnşallah ki- bildiririk Kamran bəy. Operatorlara, rəhbərliyə Ramiz müəllimə, hər birinizə təşəkkür bildiririk ki, bu gün biz buradayıq. İnşallah verilişiniz daim baxımlı olsun. Necə ki Çox sağ baxımlıdır. Özünüz də gözəl insansınız həqiqətən. Tərif üçün demirik. Allah sizi var eləsin. İnşallah növbəti görüşlərdə yanvarın 18-i buradayıq.
İnşallah ad günündə. Bəli. Söz verdin də. Bəli, buradayım. Yanvarın Söz 18. verdin inşallah. Yolun açıq olsun. Hansı sahədə Təşəkkür, olursansa minnətdaram. o sahədə layiqincə peşəni davam etdirəsən. Yəni əsas odur ki, özünü sevdirməyə çalışasan. Buyur əziz qardaşım. Sonluğa çatırıq. Necə vaxt keçdi heç bilmədim mən də. Bir daha mən təşəkkür edirəm. Başda Ramiz müəllim olmaqla gözəl insan və sizə təşəkkür edirəm. Sağ olun. Əziz Çox qardaşım, sağ ol, Kamran bəy, zəhməti keçən insanlar. Çox təşəkkür edirəm. Zəhmətiniz, əziyyətiniz yerdə qalmasın. Xanımımıza da can sağlığı işlərinə uğurlar arzu eləyirəm. Gəlin, uğurlar arzu eləyək. Gəlin, dəstək olaq. Heç nə itirməyəcəksiniz bundan. Var olasınız. İnşallah qismət olsa yenidən görüşəcəyik. Mütləq yolunu gözləyəcəm. Hər 18-i ikinizin mənə, yolunu gözləyəcəm. 25-i də o. Ad günlərimizi Bəli. burada Biz keçirdəcəyik. də sağollaşır, hörmətli izləyicilər. Bugün də bu qədər. Sabah həmkarım Sona Buninanın təqdimatında bu sabah proqramı efirdə olacaq. Gözünüz Dünya Televiziyasında olsun. Sağ olun, salamat qalın. Görüşənədək.